İnsanlar niyə qocalır? Bunu dayandırmaq olarmı? İnsan bədəni doğulduğu andan etibarən zamanla yarışa başlayır. Bu yarışda qalib yoxdur. Yalnız dəyişən hüceyrələr, yavaşlayan sistemlər və azalan enerji var. Qocalıq əslində bir xəstəlik deyil. Həyatın koduna yazılmış təbii bir proqramdır. Hüceyrələr niyə yorulur? Bədənimiz trilyonlarla hüceyrədən ibarətdir. Hər biri müəyyən sayda bölünə bilir. Bu limitə Hayflick həddi deyilir. Bir hüceyrə təxminən 50-60 dəfə bölündükdən sonra daha çox bölünə bilmir və təqaüdə çıxır. Bu bioloji proses hüceyrə yaşlanması adlanır. Bu sırada telomerlər, yəni xromosomların üzündəki qoruyucu qapaqlar hər bölünmədə biraz daha qısalır. Telomerlər tükəndikdə hüceyrə daha çox bölünə bilmir və ölməyə başlayır. Elə buna görə də qocalma genetik sayğac kimi işləyir. Zamanla hüceyrələrdə DNT zədələri, sərbəst radikalların yaratdığı oksidləşmə və zual qatlanma səhvləri toplanır. Bu kiçik səhvlər illərlə yığıldıqca orqanizm özünü tam bərpa edə bilmir. Nəticədə əzəlilər zəifləyir, beyin siqnalları yavaşlayır, dəri elastikliyini itirir.